Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Əziz dinləyicilər, hər birinizi Şənbə söhbətləri ədəbiyyat almanaxında salamlayırıq. Çağdaş Azərbaycan ədəbiyyatının gözəl imzaları var. Biz ədəbiyyatı öz çəkisində, öz bəxş etdiyi sevgisində qorumaq üçün bu imzaları tez-tez oxumalı, onların yaradıcılıq yolunu izləməliyik. Bugün biz mənim və bir çox ədəbiyyat sevərlərin doğma hesab etdiyi bir imzanın yaradıcılığına toxunacağıq. Palçıq üstə yağan ağ qar dənəsi, sən necə təmizsən, necə körpəsən. Tələsir üstünə yağış, tələsir, kirə dönəcəksən biraz gözləsəm. Əlimə götürsəm əriyəcəksən. Bircə damla yaşın tez quruyacaq, sən nəyə gərəksən, kimə gərəksən? Ağappaq ləkəsən, palçıqda ancaq. Nə göz sevindirir, nə könül açır, bataqlıq içində toz kimi ağ rəng. Yox, yalan danışdım, ürəyim keçir, sənin o üzünə qəşəngsən, qəşəng. Sonuncu bəndimə izin qalacaq. Gözümdən körpəcə bir işıq keçdi. Qaynayıb qarışdın ömrümdə, ancaq tapmadım, zamanım qarışıq keçdi. Harda görüşmüşdük? Qış değildi ki, yoxdur elə fəsil incədən incə. İndi xatirəsən, ağ qar dənəsi, zülmətdə yaddaşım vərəqlədikcə. Beləliklə, bugünkü yazı masası rubrikamızın qonağı şair Rəbiqə Nazim qızıdır. Xoş gördük Rəbiqə xanım. Rəbiqə xanım, xoş gəlmisiniz. Xoş gördük Aysel. Mən istərdim ki, bizim ənənəvi bir sualımız var, amma verilişdən əvvəl siz məni belə güldürdünüz sözün əsl mənasında. Çünki rubrikanın adını deyən kimi dediniz ki, mənim yazı masam yoxdur və bu da mən sizə deyim ki, şairlərin və yazıçıların elə ən gözəl özəlliyi insanlar içində yazmaq, nə bilim, iş otağındakı stolda yazmaq və yaxud da nəsə bir iş görərkən tərcümənin ortasında. Məsələn, mən bunu öz təcrübəmdən bilirəm və əsl şairlik də elə budur. Rəbiqə, sənin düşüncəndə yəni şərti olaraq indi bu dəqiqə şərti olaraq yazı masanda, o buludlarda olan yazı masanda nə var? Yazı masası deyəndə əlbəttə mən çox xoşlayıram yazı masalarını. Gözəl kabinetim olsun, qəşəng kreslom, ümumiyyətlə kreslom var. Bir qara kreslom var, ona çox belə sevirəm. Hətta bu sevgi, mən düşünürəm ki, onun üçün nəsə yazmalıyam. Yəni, doğrudan da uşaqlara zarafatcan dedim, mən o kreslonu alanda, bilirsiniz necədir, bütün günü tərcümə ilə məşğul olursan da, sənə yumşaq bir, rahat bir yer lazımdır. Və mən çox düşündüm ki, mən bütün gün oturaq stolda yazmaq olmaz və özümə bir kreslo alım. Sonra o kresloya aşiq olmağa başladım və həyatımı onsuz təsəvvür eləyə bilmədim. Artıq bilməm, neçə ildir o kreslo məndədir və biraz da köhnəlib də. Əslində biraz mən fikirləşirəm ki, birazdan onu atmalı olacağam. Yəni yenisini almalı olacağam. Və onun üçün darıxacağam. Bu mənada, yəni görüntü olaraq, vizual mənada kabinet, kreslo, iş masası çox gözəldir. Amma mən o adamlardanam ki, əminəm ki, o olsaydı belə, mən heç vaxt şeirlərimi iş masasının arxasında rəsmi otaqda yazmayacaqdım. Mən xatırlayıram ki, onda mən uşaq idim. Uşaq deyəndə ki, yeniyetmədən 18 yaşım vardı. Yəni o yeniyetməlik də sayılmır, artıq gənclik sayılır. Mən qəzetdə işləyirdim. O vaxtı çizma qara eləyirdim də, şeir yazmaq demək olmaz buna və özümü heç şair də hiss eləmirdim, hesab eləmirdim. Mən jurnalistika ilə maraqlanırdım və indisində də mən düşünürəm ki, mənim sahəm jurnalistikadır. Mən xəbər adamıyam, mən reportaj adamıyam və s. və ilə. Deməli, orada Ramiz Rövşənin müsahibəsi vardı. Niyə? Bir sorğu var idi. Bax, bu yazı masasından bağlı sorğu vardı. İndisində yadımdadır, sorğunu Nəzakət xanları aparırdı və orada Ramiz Rövşəndən soruşmuşdular. Siz şeirlərinizi harda yazırsınız?
Bilmirəm, bu ironik cavab idi. Mən düşünürəm ki, bu daha çox ironik cavab idi. Hər halda jurnalist çox çək-çevir eləmişdi. O demişdi ki, mən soyuducunun üstündə yazıram şeirlərimi. Mən düşünürəm, yəni bununla o demək istəyirdi ki, şeirin harda yazılmasının məsələyə heç bir dəxli yoxdur. Yəni hansı formada yazıram, harda yazıram, kimin yanında yazıram, evdə yazıram, küçədə və ümumiyyətlə şeirin yazılması üçün konkret bir yer yoxdur. Olub ki, avtobusda şeir yazmışam, onda məsələn telefon yox idi, deyək ki, qələmlə tez-tez qeyd eləmişəm ki, bəzən sonra da xəttimi də oxuya bilmirəm. Amma daha çox, yəni soruşsaz daha çox telefona yazıram və bir də kompüterin ekranına. Mən kağıza şeir yaza bilmirəm. İndi deyirlər, kağız olmasa şeir yaza bilmərəm mövqeyində olan çox adam var. Həqiqətən də vərdiş məsələsidir mən düşünürəm. Bəli. Mən yox, mən görüntü olaraq onu ekranda görməliyəm. Telefonun ekranında ya kompüterin ekranında. Rəbiqə xanım, sizin özünüzün ruhunuza yaxın hansısa bir şeiriniz var? Məsələn, o sizə bioqrafik gəlir. Mən bütün şeirlərim hardasa 99,9% bioqrafikdir və ümumiyyətlə mən nə yazıramsa, orada mənim bioqrafiyamdan nəsə var və yaxud başqasının bioqrafiyasından yazdığım çox az olub. Amma orada da nəsə öz yaşantım var. Mən düşünürəm ki, insan başqasının həyatından da yazanda daha çox özünü yazır. Və özünü yazmırsa, o heç effekt də verməyəcək. Sadəcə olaraq sən hiss eləməməlisən ki, bu adam özünü yazır. Bəli. Hansı şeir mənə doğmadır məsələsinə gəlincə, mən bilmirəm başqalarının təcrübəsində necədir. Mənim təcrübəmdə belədir ki, sonuncu yazdığım şeir həmişə mənə daha doğmadır. Çünki onun enerjisindən hələ uzaqlaşa bilmirəm. Amma təbii ki, məsələn, bugün mənim üçün deyə bilərəm ki, mənim yaradıcılığımda bu şeir doğmadır. Çünki bugünkü yaşantılarımdan bağlıdır. Deyək 2 il əvvəl yazdığım şeirdir. Amma mən hələ də o auradayam. Sabah başqa bir auraya düşə bilərəm və deyərəm ki, yox, o şeir belə də, yəni bu mənim üçün daha doğmadır. Ümumiyyətlə düşünürəm ki, 7-8 belə şeir var ki, mən onları ayırıram o birisi şeirlərdən. Əzbər bilirsinizmi? Əzbərdə olurmu şeir? Qalırmı əzbərdə? Düşünürəm ki, bəzi şeirləri mən artıq əzbər bilməli idim. Deyək ki, Aynur üçün yazılan şeiri. Çünki daim məndən onu istəyirlər və istərsəməz dedikcə yadda qalır. Və bir də yuxuda da qaçıram çaylardan ayaq yalın. Mənə toxunub yanır arzusu balıqların. Könlüm dayanır, gəlmə, nəfəsim çatmır. Məni bu yuxulardan səhərlər də oyatmır. Deyək ki, şeiri deyirəm, əslində mən bunu da əzbər bilməliyəm, çünki bunu da məndən çox soruşurlar. Amma özümə arxain deyiləm. Və bəzən hardasa çaşıram və yaxud durduğum yerdə duruxuram. Ona görə mən yaddaşıma arxain olmadığım üçün heç vaxt əzbərdən şeir deməməyə çalışıram. Amma təbii ki, öz şeirlərini əzbər bilən şairlərə paxıllığım tutur. Yazı masası. Hara tələsirsən? Vaxtı keçəcək. Hara tələsirsən, öləcəyəm də. Bu nədir? Nə üçün bu qədər sirsən? Onsuz nə sirrim var, görəcəyəm də. Qapı bağlanacaq, adam gedəcək, yağışdan solacaq aynada şəkil, köhnə mələfələr təzələnəcək, yenə deyəcəksən, o yana çəkil. Hara tələsirsən? Ayrılıqdır da. Biraz ağlayarsan, sən də alınır. Hara tələsirsən? Ayrılıqdır da. Nə olsa içində ay işığı var, taleydi, qismətdir, bir qırıqdır da, bunun küsməyi var, barışığı var. Hara tələsirsən? Könlüm dağılır, arxamca nə qədər qırıntı qalır, sən də toplayırsan biraz ağlını, biraz ağlayırsan, sən də alınır. Hara tələsirsən? Eşq can verir, bax, yerində 2-3 misra qalacaq, nəğmə oxuyarsan xatirələrə. Yazı masası. Yetərincə sevilən şairsiz, yetərincə. Özdə məni nə sevindirir? Sizi əsl ədəbiyyatçılar, əsl ədəbiyyatı bilənlər sevirlər. Mən bunu dəfələrlə eşitmişəm, dəfələrlə söhbət etmişəm insanlarla və onlar həmişə sizin adınızı çəkirlər. Məsələn, bir neçə şairin içində sizin adınız çəkilir. Sizin ədəbi nümunələriniz oxunur. Mən də sevirəm sizin ədəbiyyatınızı və Rəbiqə xanım, mənə çox maraqlıdır ki, baxın, mənə bu ən çox bu son zamanlar bu maraqlıdır. Və mən istəyirəm bunu əsl şairlərdən, yazıçılardan soruşum da, çünki plagiat biraz çoxdur və baxın, bu xaos yaranıb da, çox qeyri-adi belə göstəriş, şair yoxdur, göstəriş var və yaxud da ki, bu çox belə tanışlıqlarla
müxtəlif mükafatlar alırlar, şəkillər tədbirlərə düşürlər. Sonra tapşırıqlarla. Bəli, bunlar görünür də. Bu qeyri-adi bir xaosun içində təmiz, gözəl ruhda, sakit, bir tərəfə çəkilib, ailə qayğıları ilə, nə bilim, valideyn qayğıları ilə kənara çəkilib öz poeziyanızı qorumaq. Bir şey dediyimdə, məsələn deyirlər, təqdimatlar bezdirir, darıxdırır. Standart mükafatlarda, kağız formalarda adamı bezdirir. Hər şey bezdirir. Başqa cür bir şey düşünüb başqa cür şey eləmək başqa formata keçmək lazımdır. Və bir də ki, çox yuxarıdan aşağı gələ bilər, çox nə gələ bilər. Mən məsələn düşünürəm ki, mənə mükafat verirlərsə və yanımda belə deyək də, mən bilirəm ki, o adam o mükafata layiq deyil. Mən özümü təhqir olmuş hiss edirəm. Dəhşətli bir şeydir. O antologiyalara düşəndə də elədi, o mükafatları alanda da elədi və düşünürəm ki, mən heç bir siyahıda olmaq istəmirəm. Mən o siyahıdan kənarda görürəm. Bu dərəcədə ucuzlaşdırılmış olmaz da. Yəni mən elə gəlir bu mövzuda danışdıq və mən istərdim sizin gözəl yaradıcılığınıza yenə də toxunum. İnsanla söhbət edən şeirlərinizə. Ola bilər siz özünüz məsələn tutaq ki, düşünürsən ki, bioqrafikdir hər bir şeydə, amma insan da oxuyanda, oxucu da oxuyanda elə bilirsən ki, bu sənin şeirin. Mən də fikirləşirəm ki, tutaq ki, mən də bunu haçansa, axı insan elə olur. Görürsən ki, bunu yazmaq istəmişəm. Əslində bu hissi tam yaşamışam, tam. Amma nə gözəl Rəbiqə bunu yazdı. Məndə bu hiss oldu. Qiraətçilərdən biri ilə bir söhbətimiz oldu. Mənim şeirim dedi. Dedim bu şeir mənim deyə sənin deyil. Deyir ki, yaxşı şeir hamınındır və sən onu qiymətləndirə bilirsənsə, bu artıq mənim şeirimdir. Çox gözəl. Yəni mən düşünürəm. Amma mən bilirəm ki, siz onu düşünmürsüz yazanda. Siz daxili aləminizi yazırsınız. Bütün şairlər yəqin ki, elədilər. Sən oxucuya hesablanmış şeir yazsan, o şeir olmayacaq. O olmur. Oxucunu ardıca düşməz ki, şeir, poeziya. Və mən ona görə ən çox sevdiyim də elə budur. Yazı masanızın olmaması da ümumiyyətlə göstəricidir ki, siz çox gözəl şairsiniz və mən istədim siz bir neçə şeir oxuyasınız, öz dilinizdən şeir oxuyasınız mı? Mən səndən qopmuşam. O gündən bəri sənə can atıram, özüm bilirsən. Bir-bir topluyuram xatirələri, sənə yol salıram, cığır çəkirəm. Mən sənin yeganə oyuncağınam, təkliyin mənimlə ərşə çəkilib. Mən səni görmüşəm əzəl çağımdan, sənin üçün ürəyim şişə çəkilib. Nə kişi ovçudur, nə qadın ovdur. Qadına bu nağıl qandal üçündür, adam qabırğasız yaşaya bilir, adamsız qabırğa manqal üçündür. İndi deyirlər ki, kişilər belə, bilmirəm, mən səni tanıdım bircə, nəyimə lazımdır başqa kişilər, Tanrı sənə verib məni ölüncə. Cənnət də görmüşəm, cəhənnəmi də, gəzmişəm qoynunda mən qarış-qarış, səndə başlamışam, səndə bitirəm, yaşaya bilmirəm, tamamlanmamış. Hərdən günahım da düşür yadıma, görüm o iblisi lənətə gəlsin, nə idi cənnətdə o ağac alma, görüm almaları qəhətə gəlsin. Onda deməmişdim, indi deyim, bil, sənin üçün dərmişdim mən o meyvəni, bəlkə də sevgidir. Heç günah deyil, istədim əbədi yaşadım səni. Bir də geri dönsəm, bir də inansam, iblis yenə mənə səndən danışsa, unuda bilərəm yenə hər şeyi. Yenə sənin üçün dərərəm alma. Sən məndən incimə, sən məndən küsmə, sənin də tanrın var, mənimki sənsən. Qürbət də doğmadı mənə səninlə, sənə can atıram, mənə vətənsən. Yazı masası. Rəbiqə xanım, ənənəvi olaraq bizim gözəl ədəbiyyatçılarımızdan, bizim gözəl şair və yazıçılarımızdan bir sual verirəm ki, bax indiki ədəbi nəslə sözünüz nədir? İndiki bax bu indi gəlirlər yazmağa can. Əlbəttə ki biz əsl ədəbiyyatdan danışırıq. Biz bayaqlar saxtalardan danışdıq, plagiatdan danışdıq. Bunların hamısını kənara atırıq. Mən böyük ümidlə yanaşıram ədəbiyyatımıza, çünki ədəbiyyatımızda bizim gözəl imzalar olub və imzalar davam etməkdədir. Mən istəyirəm ki, bax yeni başlayan o gənclərə sözünüz nədir? Ümumiyyətlə mənim nə tövsiyə verməkdən, nə məsləhət verməkdən xoşum gəlmir. Mən də veriləndə sevmirəm. Amma hardasa mənim indi 18 yaşımda olan vəziyyətimdə olan bir xanım varsa, mən onda şeir yazmağı düşünmürdüm. Yəni yazırdım, yəni şair olacağımı düşünmürdüm. Onu demək istəyirəm. Yəni və ciddi yanaşmırdım. Əgər ciddi yanaşan həmin yaşımda mənim kimi olan o saflıqla, o səmimiyyətlə və
Amma daha çox şair olmaq istəyən adamlar varsa, yəni fərqi yoxdur xanımlar, bəylər. Mən bir şey deyə bilərəm. Su axır, çorunu tapır. Mənim qızım ədəbiyyatla məşğul olmaq istəyirdi, mən qoymadım. Yəni fikirləşdim ki, daha çox başqa sənətin sahibi olsun. Bəli. Çünki hamı şeir yaza bilir. Yəni bunun üçün ədəbiyyatı bitirməyə ehtiyacı yox. İxtisası olsun, ayaqda dura bilsin və bundan sonra əgər ədəbiyyatla özünə dedim. Yəni sən əgər ədəbiyyat sevgin bu qədər böyüdürsə, o istər-istəməz səni ora gətirib çıxardacaq və yaxud rəsmə, musiqiyə. Bu elə bir yanğındır ki, sən onsuz yaşaya bilməyəcəksən. Amma yox, sən bunsuz da yaşaya bilirsənsə, niyə öz vəziyyət verirsən cəmaatı da niyə, yəni yerindən, yurdundan eləyirsən, kimisə sənin kitabı çıxartsın, kimsə səni oxusun, niyə əziyyət çəkməlidir insanlar? Yəni bunsuz da yaşaya bilirsən də sən. Və qız indi yəni ədəbiyyatla maraqlanmır. Gördüm ki, doğrudan da düz tapmışam. İndi bəlkə də nə vaxtsa, amma halbuki maraqlı hekayələr, şeirlər var. Bəlkə də nə vaxtsa özünü orada gördü, qayıtdı. Bəlkə də qayıtmadı. Yəni mən indi o ədəbiyyata meyl eləyən adama da demək istəyirəm ki, özün ol, özünü yaşa. İstəyirsən ədəbiyyatda ol, istəyirsən olma, istəyirsən şeir yaz, istəyirsən yazma. Şad oldum. Rəbiqə xanım, Mən sizinlə də çox sağ görüşməyimə oldum, görə, çox sağ bu ol. dinləyicilərin sizinlə Xeyli də güldük. sizi eşitdiyinə görə, gözəl şeir nümunələrinizi dinlədiyinə görə və varlığınıza görə. Söz verirəm, bir gün yaxşı bir yazı masasında sənə orada müsahibə verəcəm. İnşallah, inşallah. Təşəkkür edirəm sizə. Sağ ol. Sağ olun. Rubrikamızın adının yazı masası olmağına baxmayaraq, mənim bugünkü qəhrəmanımın yazı masası yoxdur. Yazı masanızda indi nə var dedikdə, Rəbiqə Nazim qızı gülərək yazı masam yoxdur dedi. Bəli, Rəbiqə Nazim qızının yazı masası yoxdur. Bu məni düşündürdü. O şeirlərini ovucunun içində yazır, amma yazır və ürəyə, ruha toxunmağı bacarır. Bir söhbətimizin də belə sonuna gəldik, əziz izləyicilərim. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva. Ədəbiyyatla qalın.